Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir, belə deyərdim, sos hazırlayacağıq. Kabab üçün bir sos. Deməli, əziz izləyicilər, bunun üçün bizə nələr lazım olacaqdır? Belə tomat pastasıdır, yəni mağazinlərdə satılan, sarımsaq 6-7 diş, biber, nanə, su, duz və istiot zövqə görə. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, blenderimizin içinə sarımsaqları əlavə edirik. Biberimizi əlavə edirik. Ondan sonra nanə yarpaqlarını əlavə edirik. Bax belə. Nanə, duzumuzu əlavə edirik. Tomat əlavə edirik. Və istiotumuzu biraz bax belə tökəyin ki, suyu tomatımız düşsün ora. Və istiot. Zövqə görə istiot əlavə edirik. Həm acı olsun. Əziz izləyicilər, olsa buna acı biber də qata bilərsiniz. Yəni zövqdən asılıdır. Və blenderimizin ağzını örtüb bunu başlayacağıq xırdalamağa. Əziz izləyicilər, artıq bax belə saldıq. Görsünüz necə gözəl bir sos alındı. İndi deməli bunu qabımıza belə deyim qoyuruq.